Bugünkü dersimizin mövzusu fiziki tərbiyə dərsinin hissələri və onların strukturu haqqındadır. Müəllimlər, hər birimizə məlumdur ki, fiziki tərbiyə dərsləri 4 hissədən ibarətdir. Giriş hissə, hazırlayıcı hissə, əsas hissə və tamamlayıcı hissə. Həmçinin 3 fəaliyyəti ilə əks olunur. Dərsin məzmunu, müəllim fəaliyyəti və şagird fəaliyyəti. Hər birimizə məlumdur ki, dərsin giriş hissəsinə 3-5 dəqiqə vaxt sərf olunur. Yəni dərsin giriş hissəsinə 3-5 dəqiqəyə qədər vaxt sərf olunur. Dərsin giriş hissəsində müəllim və şagird fəaliyyəti var. Dərsin giriş hissəsində müəllim fəaliyyəti nədir? Baxaq. Dərsin giriş hissəsində müəllim fəaliyyəti müəllim dərsin mövzusunu, məqsədini, istifadə olunacaq oyunlar, hərəkətlər, qaydalar haqqında məlumat verir və şagirdlərdə motivasiya yaradır. Dərsin mövzusu deyəndə yəni biz nə başa düşməliyik? Keçiriləcək dərsin adı şagirdlərə bildirilir. Dərsin məqsədi isə, misal üçün, dərsimiz sürətdir. Yəni, müəllim öz izahında bildirir ki, bugünkü dərsimizdə sürətin inkişaf etdiyini necə öyrənəcəyik və məqsədimiz dərsin daha düzgün qurulmasıdır. Bəli, şagirdlərdə motivasiya necə yaradır? Yəni, motiv odur ki, şagirdlərin dərsə olan marağını daha da yaxşı keyfiyyətli qurmaqdır. Yəni, bu zaman necə? Deməli, bu zaman biz şagirdlərə bildiririk ki, dərsdə daha faal olmalıyıq, dərs daha maraqlı olacaq və dərs bizə həmişə də olduğundan daha da maraqlı gələcək və diqqətli olmalıyıq. Bu zaman müəllim öz fəaliyyətində bunları şagirdlərə bildirir. Dərsin giriş hissəsində şagird fəaliyyəti var ki, dərsin giriş hissəsində şagird fəaliyyəti nədir? Hərəkət və oyunların istifadəsini anlayır, dərsdə fəaliyyətini planlaşdırır. Yəni, nə deməkdir bu anlayışlar? Yəni, şagird hərəkət və oyunların qaydasını düzgün başa düşür. Fəaliyyətini planlaşdırmaq, yəni şagird nə edəcəyini və yerinə yetirdiyi fəaliyyəti necə düşünə bilir, hazır olduğunu artıq anlaya bilir, planlaşdırır. Bu da şagirdin birinci hissədə, dərsin ilk hissəsində yerinə yetirdiyi fəaliyyətdir. Müəllimlər, bildik ki, dərsin giriş hissəsinə 3-5 dəqiqə əlavə olunur. Dərsin giriş hissəsində müəllim və şagird fəaliyyəti var. Bunların haqqında qısaca da olsa izah verdik. Dərsin hazırlayıcı hissəsinə gördüyümüz kimi 8-10 dəqiqə vaxt sərf olunur. Dərsin hazırlayıcı hissəsində müəllim və şagird fəaliyyəti var. Dərsin hazırlayıcı hissəsində müəllim fəaliyyəti nədir? Baxaq. Dərsin hazırlayıcı hissəsində müəllim fəaliyyəti müəllim hərəkətlərin icra ardıcıllığını müəyyən edir. Yeriş, qaçış. Hərəkətlərin müxtəlifindən istifadə edir. Ümumşəv hərəkətləri nümayiş etdirir. Şagird orqanizminin əsas fiziki yükün qəbuluna hazırlayır. Baxaq, müəllimlər, hərəkətlərin icra ardıcıllığını müəyyən edir, yəni nədir? Müəllim dərsin hazırlayıcı hissəsində hərəkətlərin icra ardıcıllığı odur ki, müəllim sıra ümumşəv hazırlayıcı hərəkətləri bəli, bu zaman müəyyən edir. Bu hissədə əzələləri qızışdırmaq, oynaqları hərəkətə gətirmək, zədələnmələrin qarşısını almaq məqsədi daşıyır. Burada qeyd olunub ki, baxaq bura. Burada qeyd olunur ki, şagird orqanizminin əsas fiziki yükə qəbuluna hazırlamaq. Biz bilirik ki, dərsin əsas hissəsindəki ağır və intensiv hərəkətlərə hazırlamaq deməkdir. Yəni, dərsin bu hissəsində olan işi müəllim artıq dərsin hazırlayıcı hissəsində şagirdlərə öz fəaliyyətində göstərir, bildirir. Dərsin hazırlayıcı hissəsində şagird fəaliyyəti nədir? Baxırıq. Dərsin hazırlayıcı hissəsində şagird fəaliyyəti. Şagird sıra ümumşəv hazırlayıcı hərəkətləri icra edir. Hərəki fəaliyyətini qaydalar çərçivəsində qurur. Sıra və ümumşəv, yəni şagirdin bu hissədə hərəkətləri nətərdir? Şagirdlər sıraya düzülür və müəllimin göstərişi ilə dərsin hazırlayıcı hissəsində ümumşəv hərəkətləri yerinə yetirir. Bəli, bu zaman sağa dönür, sola dönür, sıraya düzülür. Yerində addımlamaq var, nizami intizamla hərəkət etmək var. Bu zaman boyun, çiyin, qol hərəkətləri, gövdə əyilmələri, tullanmalar, dönmələr, çömbəlmələr hərəkətləri və s. bu kimi hərəkətlər yerinə yetirilir. Hərəki fəaliyyətini qaydalar çərçivəsində qurur. Nə başa düşməliyik? Yəni, hərəkətləri şagird düzgün icra edir. Müəllimin verdiyi göstəricilərə uyğun hərəkət edir. Bəli, bu zaman təhlükəsiz qaydalarını pozmur. Dərsin bəli, hazırlayıcı hissəsində müəllim və şagird fəaliyyətinə aid olanlara aydınlığı gətirildi. Dərsin əsas hissəsi bilirik ki, neçə dəqiqə olacaq? Dərsin əsas hissəsi 20-25 dəqiqədir. Dərsin əsas hissəsində müəllim və şagird fəaliyyəti var.
Müəllim fəaliyyəti dərsin əsas hissəsində nədir? Baxaq. Dərsin əsas hissəsində müəllim fəaliyyəti hərəkətləri nümayiş etdirir. Bəli, müəllim bu hissədə hərəkətləri nümayiş etdirir. Dərsdə yarışacaq qrup və komandaları müəyyənləşdirir. Dərsin məqsədinə uyğun hərəkətlər, oyunlar vasitəsilə müvafiq hərəkət qabiliyyətlərinin inkişafını təmin edir və fərdi qiymətləndirmə aparır. Yəni bu hissədə müəllim öz hərəkətlərini nümayiş etdirir. Bu o deməkdir ki, müəllimlər, yəni bunun açıqlaması budur. Yəni əsas hissədə müəllim yəni bu hissədə əsas hissədə müəllim öz hərəkətlərini nümayiş etdirir. O deməkdir ki, müəllim şagirdlərə edəcəyi hərəkətləri özü göstərir, öz nümayişində göstərir. Necə dayanmaq, necə atmaq və yaxud da necə tutmaq, estafeti necə icra etmək, oyunlarda necə hərəkət etmək, bu kimi hərəkətləri müəllim şagirdlərə nümayiş etdirir. Komandaları müəyyənləşdirir. Komandaları müəyyənləşdirir nədir burada? Komandaları müəyyənləşdirir ki, yəni şagirdləri düzgün qruplara bölür. Və şagirdlər bir komanda olacaq və s. Neçə nəfər olacaq komandada, komandaların adları müəyyən olunacaq. Müəllim öz fəaliyyətində bunları yerinə yetirir. Sonra dərsin məqsədinə uyğun hərəkətlər, oyunlar seçdikdə müvafiq hərəkət qabiliyyətləri inkişafını təmin edir. Bu zaman müəllim həmin bu hissədir müəllimlər baxaq. Hərəkət qabiliyyətlərin inkişafını təmin edir. Baxaq buraya qədər hərəkət qabiliyyətlərinin inkişafını təmin edir. Bu zaman müəllim dərsin məqsədinə baxır. Məsələn, məqsəd sürəti artırmaqdırsa, müəllim sürət oyunları seçir, bəli. Sürət gücdürsə, güc inkişaf etdirir, güc məşqləri seçir. Əgər məqsəd çeviklikdirsə, dərs zamanı. Təbii ki, çeviklik məşqlərini müəllim seçəcək. Fərdi qiymətləndirmə aparır. Gördüyümüz kimi bu hissədə göstərilib ki, sonda müəllim əsas hissədə müəllim fəaliyyətində müəllimin fəaliyyəti var ki, fərdi qiymətləndirmə aparır. Baxırıq bu hissəyə. Bəli, müəllimin fərdi qiymətləndirmə aparılması odur ki, hər bir şagirdə ayrı-ayrılıqda qiymətləndirir. Misal üçün, şagird müəllim müşahidə etmişdir ki, şagirdin texnikası pozulmayıb dərs zamanı. Şagirdin dərsdə faal olduğu izlənib, hərəkətlərin düzgün ardıcılı müşahidə olunub. Bu hissədə müəllim fəaliyyəti budur. Şagird fəaliyyəti var bu hissədə, baxaq. Şagird fəaliyyəti dərsin əsas hissəsində nədir? Oyunları, estafetləri, hərəkət kompleksləri yarış rejimində yerinə yetirir. Komandalı fəaliyyət zamanı əməkdaşlıq edir. Komandalı fəaliyyət zamanı əməkdaşlıq edir. Yəni şagird yarış şəraitini rəqabət şəraitində yerinə yetirir. Oyunları rəqiblə yarışır. Budur bunun fəaliyyəti. Komandalı fəaliyyət zamanı əməkdaşlıq qurur, yəni tapşırığı yerinə yetirmək üçün rəqiblə deyil, komandası ilə birlikdə göstərir. Komanda öz məqsədinə çatmaq üçün öz rolunu düzgün yerinə yetirir. Dərsin əsas hissəsində şagird fəaliyyətinə aid olduğunu da biz təbii ki, başa düşdük. Dərsin sonuncu hissəsinə baxırıq. Dərsin sonuncu tamamlayıcı hissəsinə 3-5 dəqiqə əlavə olunur. 3-5 dəqiqə sərf olunur. Dərsin tamamlayıcı hissəsində müəllim fəaliyyətinə baxaq. Dərsin tamamlayıcı hissəsində müəllim fəaliyyəti nədir? Bərpaedici hərəkətlərdən istifadəni təmin edir, qiymətləndirmə nəticələrini elan edir. Yəni ev tapşırığı verir. Bu nə deməkdir? Müəllim dərsin əsas hissəsində, yəni yarış hissəsindən sonra şagird əzələləri rahatlamaq, nəbzini normallaşdırmaq, sakitləşdirmə hərəkətlərini tətbiq etmək və yaxud da ki, bu zaman yüngül qaçış və yerişdən istifadə edir. Qiymətləndirmə nəticələrini elan edəndən sonra ev tapşırığı verir. Bu da hər birimizə məlumdur. Bu zaman şagird fəaliyyəti var ki, bu hissədə şagird fəaliyyəti nədir? Şagird orqanizm bərpasına çalışır, əzələləri boşaldıcı və tənəffüs hərəkətlərini yerinə yetirir, öz nəticəsini təhlil edir. Orqanizm bərpasına çalışır, yəni bədənin rahatlaşması üçün əzələləri sakitləşdirir, nəbzini normallaşdırır, öz nəticəsini təhlil edir. Yəni şagird tapşırığı necə yerinə yetirdiyini qiymətləndirir. Nəyi düzgün, nəyi səhv etdiyini müəyyənləşdirir. Dərsin sonuncu hissəsində də şagird fəaliyyəti adını çəkdiyimiz kimidir. Müəllimlər, əlbəttə ki, hər birimizə məlumdur ki, fiziki tərbiyə dərsləri 4 hissədən ibarətdir.
Hər bir hissəyə ayrı-ayrılıqda aydınlıq gətirdik. Fiziki tərbiyə dərslərinin 4 hissəsi hansıdır? İlk giriş hissə, hazırlayıcı hissə, əsas hissə, tamamlayıcı hissə. Giriş hissədə müəllim fəaliyyətinə nəzər yetirdik, hazırlayıcı, əsas və tamamlayıcı hissə. Bu zaman müəllim və şagirdin bu hissələrdə üzərində olan fəaliyyətlər nə olduğunu açıqlaması verildi. Sağ olun.